Ne vaxtdan da ayaqlar bu vəziyyətdədir? Diyeyim de size. Bizi o kadar klinikaya gönderiyorlar, oraya buraya diyor börekten de diyorsan şeydi. 5. günden. 5-ci gündən. Yəni bir həftə bundan qabaq belə bir şey olmayıb səndə indiyə kimi. Şişmişti ancak yara basmamıştı. Hə. 5. gün səhər durmuşam. Yaxşı. Görmüşüm huzur Hə, falan. bu suluqlar yaranıb harca 5 gündür. Hə. Amma bundan qabaq ayaqlar belə Top kökü, kimiydi. top kimi idi. Hə, top. Neçə vaxtı top kimi də? Top kimi dediğim de bir hafta. Bir həftə. Yəni bir həftə top kimi oldu, bir həftədə də beləncə suluqlar var. Hə. Ondan qabaq da heç belə problemin olmuyor. Yok. İnfarkt olub, Ki böyle eden. bir dəqiqə. İnfarkt olub mu? Yok. Sirdeçle nidat katısına. Serdeçli ürək çatışmamazlığı nə fonda ürək çatışmamazlığıdır? İnfarkt mı olub? Yok. Yəni nə fonda? Nefes alabilmirdim. Geçen il yapmışam. Ürəyin dedilər faizi aşağıdır. Faizi aşağı. Neçə faizdir? 24'ten 26'ya. 24-26 faiz. Ha. Yəni bu problemlər hamısı ürəklə əlaqəlidir. Bunu biliblər, bilirsiniz ya yox? Deyiblər sizə. Devleğinde sonra da devleki enfeksiyonla. Ürek İnfeksiyonluq burada bizi salmıyorlar. aydındır. Yəni burada ayaq şişir, ürək normal işləmir, ayaq şişir, ayaq şişəndən sonra beləncə suluqlar meydana çıxır, sonra qızıl yeldə qoşulur, infeksiyon proses və yaralar meydana gəlir. Bunun aradan qaldırılması üçün ilk növbədə şiş azalmalıdır. Ayaqda şişlər azalmalıdır. Ona görə də ilk növbədə siz yatmalısınız kardiologiyada, orada müalicə almalısınız ürəkdən və sizin sidik qovucularla ayağınızda olan bu şişi Kardiyologiyada yer bir hafta şeylermediler. Sonra bir tane boşum şeyledim, geri takıldılar. Güya. aydındır. Aydın. Orada da götürmeyi bile ki bizde bile uy çok ağrıdı. Aydın. Burada suluqlardır. Uy. Ha. Ayağından da su axır pastayan, eləmi? Sayanlar. Hayır.